Eşq necə qovuşsan yalan ola bilər ki. Çox sevdiyim Proust var, fransız yazıçı. Bu Proustun bir sözü var, deyir ki, biz hansısa hissəyə aşiq oluruq insanda. O yerini, yerdə qalanını, onun kimliyini, şəxsiyyətini özümüz doldururuq. Öz xəyallarımızla, arzularımızla. Yəni. Əslində, məsələn, bir çiyinə aşiq oluruq. Tutaq ki, elə belə də deyir Proustda. Və o yeri biz doldururuq ki, bu adamdır. Amma qovuşanda artıq xəyalla həqiqət üz-üzə gəlir. Və reallıq bəli, reallıq üz-üzə gəlir, xəyalla həqiqət və sən onun başqa məişətdə sən onun həqiqi kimliyi ilə tanış olursan. O yaxşı da ola bilər, pis də ola bilər təbii ki. Ayrılıq isə qüsursuzdur, bircə yoxluğunu yaşayırsan onun. Və pis bir hadisə olsa belə, beyin yaddaş axı elədir, yaddaş mütəxəssisləri deyir ki, yaddaş seçir, süzür, bəli. İstədiyini saxlayır yadında. Yəni emosiyalar təsirini azaldır və gözəl şeylər yadımızda qalır. Məsələn, o ümumküsülər olmur, fikir ayrılıqları olmur, gündəlik siz bir-birinizi incitmirsiniz, ancaq gözəl anlar yadında qalır. Ona görə də deyir, orada elə bir cümlə var ki, eşq qovuşsan yalan, ayrılsan həqiqətdir dedi.